Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Mehmet Nəşriyyatının ədəbiyyat test toplusundan Şah İsmayıl Xətai mövzusunun suallarına baxacağıq. İzaha keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək izahımıza. Deməli, birinci sual. Şairin, Xətaidən söhbət gedir, şairin məhəbbət haqqındakı fikirlərə əsasən boşluğa hansı fikirlər yazıla bilər? Baxaq, məhəbbət haqqında həqiqi məhəbbət insanı kamilləşdirir. Bu doğru fikirdir. Deməli, mən bura nə axtarmalıyam? Doğru fikir axtarmalıyam. Bir, məhəbbətə biganə olan haqqı unudar. Bəli, bu Xətainin fəlsəfəsinə, təfəkkürünə daxil idi. İki, eşq Allahın lütf etdiyi qiymətli nemət kimi dəyərləndirilməməlidir. Dəyərləndirilməməlidir. Yanlışdır, dəyərləndirilməlidir Xətaiyə görə. 3. Məhəbbət insanı nəcib, xeyirxah, fasaf əxlaq sahibi edir. Bəli, doğrudur. Məşuqənin cəfasını aşiqə ehsan hesab edir. Bəli, bu da doğrudur. 1, 3, 4 cavab olmalıdır A variantı. Daha sonra ikinci sualda Xətai ilə Nizamini müqayisə eləyibdir və nə istəyir bizdən? Dir-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Deməli, bir, şeirlərində sufilik və hürufilik öz əksini tapmışdır. Xətaidə bəli, Xətaidə həm sufilik var, həm də hürufilik var. Amma eyni şeyi Nizamiyə aid eləyə bilmərik, ona görə birinci fikri doğru fikir kimi götürürük. İkinci fikir ortaq fikirdir. Lirik və epik növdə yalnız nəzmlə yazıbdır. Bəli, hər ikisi həm lirik, həm də epik növdə yazıbdır və yalnız nəzmlə yazıbdır. Lirik şeirlər həmçinin də poemalar var, epik növə nümunədir. Deməli, ikincisi doğrudur. Üçüncüsü, yalnız əruz vəznində əsərləri var. Nizami Gəncəvinin bəli, yalnız əruz vəznində əsərləri var, amma Xətainin heca vəzinli şeirləri də var. Yəni, üçüncü fikir yalnız Nizamiyə aiddir. 1, 2, 3, yəni cavab E variantı. Üçüncü sualda xətadir verilən cədvəlin uyğun fikirlər müəyyənliyin həyatı və yaradıcılığı haqqında doğru fikirləri axtarır. Deməli, bir, şair Osmanlılara məğlub olduqdan sonra müharibələrdən əl çəkir. Həyatı haqqında doğru fikir kimi götürmək olar bunu. Daha sonra, hökmdar şair kimi çalışmağı əsərlərinin uğursuz olmasına səbəbdir. Yəni, xeyr, Xətainin əsərləri uğursuz əsər hesab olunmur. Sonra, yaradıcı haqqında 3-dən 4-cü fikirlərə baxaq. Elm aləminə ana dilində divanı məlumdur. Bəli, onun ana dilində divanı mövcuddur. Bu doğrudur. Dördüncü fikir, şairin şeirlərində həm hürufilik, həm də sufilik öz əksini tapıbdır. Bəli, onda həm hürufilik, həm də sufilik var idi. 1, 3, 4 cavabımız olacaq A variantı. Daha sonra dördüncü sualda birinci məktubda söhbət Dəhnamə poemasından gedir. Dəhnamə poemasında deyirik, birinci məktubda Səba ilə bağlı klasteri tamamlayın. Əməli verilibdir, deyir, aşiqin məktubunu ilk dəfə o məşuqəyə apar. Deməli, bu doğru fikirdirmi? Bəli, doğru fikirdir. Yəni, biz bura sual işarəsinin yerinə doğru fikir axtarırıq. Bir xeyirxahdır. Əsərdə xeyirxahdır fikri bağban obrazına aid edilən bir fikir olaraq götürülür. Üstündən bir xətt çəkək, çünki xeyirxah olmaq məsələsi bağbana aid edilən bir xarakterik xüsusiyyət olaraq qəbul olunur əsər üçün. Daha sonra bu vəsilə halım etdim elan, şəhlardan olur gedək anam. Bu da ki, aşiqin düşüncəsidir. Məşuqənin evini, məkanını görüb qəmlənir. Bəli, çünki Səba ora gedəndə bilmirdi ki, o pəridir. Pəri olduğunu görür, o evin, məkanını görəndə aydın olur ki, bu pəridir və qəmlənir ki, yox cavabı alacaq. Elə düşünməyə başlayır artıq əvvəlcədən. Aşiqin məktubunu cırır, bu məşuqə eləyir bunu. Bağbanı danlayır, bunu da eləyən məşuqədir. Cavab olacaq C variantı. Məşuqənin evini, məkanını görüb qəmlənir Səba. Daha sonra 5-ci sualdadır ki, hansı misralarda məşuqə öz-özünü öyür, tərifləyir? Aydır ki, mənəm ol, ey xoş avaz, ölmüşlər üçün Məsihi dəmsaz, bu Səbanın öz haqqında danışmasıdır. Qarşıda durur mələk Yesavul, hər kimi görür, edir ki, Savul, bu da Səbanın orada gördükləridir, ona görə bunu silək. Sən bilməmisən ki, mən nə şuxəm, kirpici qaşıya ilə oxəm. Təbii ki, bu məşuqənin sözləridir, özünü tərif eləməkdir C variantı. 5-ci sualda Bahariyə əsərinin məzmunu ilə bağlı hansı fikir yanlışdır? Bax, məzmun deyir, sırf məzmunla bağlı fikirlərə baxırsınız. Deməli, A variantdır, A, A, B, B, C, C kimi qafiyələnir. Bu, sil, bunu at qoy qırağa, çünki bu forma ilə bağlı olan bir fikirdir. Buna ümumiyyətlə baxmırıq. Bunu qoyduq qırağa. Daha sonra
B variantı deyir, baharın gəlişi ilə quşların hamısı fəqanə düşür, yer yaşıl paltarını geyinir. Bəli, doğrudur. Quş balaların səsi məktəbdən gələn səsə bənzədilir. Bəli, bu da doğrudur. Quş balaları ünü həvadan, məktəb ünü tək gəlir yuvadan deyir. Daha sonra bir sıra quşların baharın gəlişinə fərqli yanaşması müşahidə olunur. Bəli, qum-qum edirdi çəməndə qumru, nə bilim, ən əndəli quşu, daha sonra bağrı qara və sairə bir çox quşların müxtəlif yanaşmasını görürük. Bahar fəsli qış fəsli ilə müqayisə olunur. Xeyr, qış fəsli ilə müqayisə olma yoxdur. Sadəcə bir məqamda adı keçir ki, qış getdi, yenə bahar gəldi. Bu isə müqayisə deyil. Cavab E variantı. 7-ci sualda Sinkveyindir. Sinkveyindir. Bax, bu tip testi işləmək üçün Sinkveynin nə olduğunu bilmək kifayətdir. Sinkveynin nə olduğunu biləndən sonra yəni, çox araşdırmağa ehtiyac qalmır. Baxın, Sinkveyində birinci sətirdə bir isim yazılır. İkinci sətirdə iki sifət yazılır. Üçüncü sətirdə üç feil yazılır. Dördüncü sətirdə dörd sözlük cümlə və ya söz birləşməsi yazılır. Beşinci sətirdə yenə də bir dənə isim yazılır. Bu formada. İndi biz dördüncü sətrimiz boşdur. Dördüncü sətrə həmin bu haqqında aşiq deyir ki, qəmgindir, mübarizdir, yazır, inandırır, qovuşur, dözümlülük də aşiqa aid bir xüsusiyyət kimi verilir. Düzdürmü? Aha, indi biz həmin o hadisə ilə bağlı bir dənə cümlə yazmalıyıq. Bura 4 sözdən ibarət. Avtomatik birinci A variantını silirəm. Çünki 1, 2, 3, 4, 5, 5 dənə söz var burada. Düzdür? Bunu qoydum qırağa. B variantı deyir, məhəbbət yolunda əzabları dötür. Cavabımız avtomatik B variantı. Çünki kədərli dözümlü bu 2 dənə sifətdir. Bunlar feillərdir. Bu da 3 sözlüydür. Cavab oldu B variantı. Məhəbbət yolunda əzablara dözür. 8-ci sualda Bahariyə ilə bağlı hansı fikir fərqlidir? Doğru və yanlış olma baxımından burada 4 fikir verir. 5 fikirdə 4'ü doğru, biri yanlış ola bilər. Yaxud 4'ü yanlış, biri doğru ola bilər. Baxaq. Baxırıq fikirlərə. Birinci A variantı deməli, yazıldığı Həzəz bəhrinin tələbinə uyğun olaraq aramla ləngərlənə oxunmalıdır. Bu yanlışdır. Niyə? Çünki Həzəz bəhri aramla ləngərlənə oxunulmur. Bu fikir Rəməl bəhrinə aiddir. Ona görə birinci fikir yanlışdır. B variantı. Əsəri oxuduqca payız fəslinin nə qədər göz oxşadığı bəlli olur. Bu da yanlışdır, çünki əsərdə yaz fəslindən söhbət gedir. Laçın Bağrıqana çatanda Bağrıqanın təşvişə düşməsi təsvir olunubdur. Əslində Bağrıqan yox, Bağrıqara yazılıb əsərdə. Üstəgəl də Laçın yox, Şahbaz deyir ki, ona çatanda o da bağrı çatlayır. Ona görə bu da yanlışdır. Əsərdə göy qurşağının təsvirinə yer verilibdir. Bəli deyir, qövs-i qüzəyə atdı tər qumaşın. Bu doğrudur. Təbiətdəki canlanmanın oyatdığı bədbin ovqat əks olunub səhvdir. Bədbin mənfi deməkdir. Amma əsərdə nikbin ovqat var. Deməli, fərqli olan D variantı olacaq. 9-cu sualda Dəhnamənin bədii forması və məzmunu ilə bağlı uyğunsuzluğu istəyir bizdən. Həzəc bəhrində yazılıb doğrudur. Əsərin əsas ideyası insanların iradəli və dözümlü davranmalıdır. Əslində bu doğrudur, amma forma ilə bağlı deyil. Ona görə uyğunsuzluq hesab olunur bu. 3-də məsnə formasında qafiyələnir. Bəli, doğrudur. Keçirik sağ tərəfdən 4, 5, 6 məzmunla bağlı fikirlərdir. Bağban məşuqənin halını öyrəndikdən sonra məktubda yazılanları deyir. Bəli, əvvəldən baxır görür hələ məşuqənin halı necədir? Əsəbidir yoxsa yox? Doğrudur bu, yerindədir. Səba ilk məktubun cavabını aşiqə çatdırandan sonra aşiq sevinir. Xeyr, sevinmir. Mənfi məzmun aparmışdı, rədd cavabı aparmışdı. Aşiq həddən artıq kövrəlir. 5 səhvdir. 6. Səbanın gətirdiyi cavabdan sonra aşiq ah-nalə edir. Təbii ki, bu doğrudur. Bunu silirik. Cavab olacaq 2-5, yəni C variantı. 10-cu sualdır. Hansı hikmətli ifadələr Dəhnamə əsərinin ideyasına uyğun gəlir? Deməli, 1. Səbir acıdır, meyvəsi şirin. Bəli, əsərdə səbirli olmaqdan bəhs olunur. Biri götürdük. Daha sonra 2. Güclü iradə insan üçün qiymətli keyfiyyətdir. Bəli, bunu da götürərik, çünki iradəli olmaqda təbliğ olunur. Səbir kəsəm dolubdur, xeyr. Yəni, burada səbirsiz olmaq göstərilibdir, amma əsər səbirli olmağı təbliğ eləyir. Zaman geciksə də, nəticə geciksə də səbir edən zəfər çalar. Bəli, bu da götürülə bilər. Çünki yenə də görürük ki, əsərdə aşiq səbr eləyib öz istədiyinə çata bilir. 1, 2, 4, yəni cavab olmalıdır B variantı. 11-ci sualda bağbanın xüsusiyyətlərindən çıxarılan hansı nəticə doğrudur bağban haqqında? Ona işin düşərsə, çətin ki, kömək edə səhvdir. Çünki bağban xeyirxahdır.
Qulluğunda durduğu insana nifrət etsə də, nifrət etmirdi. Səhvdir. Onun yaşlı olması peşəsinə münasibətini də dəyişib. Bu haqda heç bir fikir yoxdur əsərdə. Xeyirxah olduğundan çətinliyə düşəndə sənə yardım edə bilər. Bəli, bu xeyirxah idi çünki. Cavab D variantı. 12-ci sualda uyğunsuzluğu müəyyən edin. Bahariyənin mövzusu, ideyası və əsərdə təsvir olunanlarla bağlı. Baxaq. Deməli, Azərbaycan təbiətinin əsrarəngiz gözəlliyi olar mövzudur bu. Füsunkar təbiət mənzərələrinin təsviri bu da mövzudur. Yəni məqsəd o da bir növ. İdeya. Baharın gəlişindən zövq almaq, bu da düzdür. Təbiətdə baş verən canlanmanın insanda xoş təəssürat yaratması, bu da düzdür. 5. Güllərdən yalnız Nərgisin təsvirinə yer verilib. Təbii ki, səhvdir. Nərgiz var, bənövşə var, lalə var. Var, yəni zambaq var. Suzambaq yəni. 5-i götürürük, bu səhvdir. 6. Sərv ayağa qalxaraq ətrafı seyr eləyir. Sərv etdiyi çəməndə sərfərazi deyir. Bu doğrudur bu. Bu yerindədir. Təkcə 5 variantı. 13-cü sualda Dəhnamə əsərindən verilən hansı hadisələr Səbanın məşuqənin sözləri ilə aşiqin yanına gəlməsi hissəsində baş verir. Deməli, Səba birinci məktubda məşuqədən rədd cavabı alır və geri qayıdır aşiqin yanına. Deyir ki, həmin hissədə baş verənləri seç. Birincisi, aşiq Səbadan məşuqənin sağ-salamat olub-olmadığını soruşur. Bəli, soruşur. Həmin hissə də doğrudur. Məşuqənin məktubu cırmasını da Səba aşiqə deyir. Bəli, deyir. Deyir ki, aldı məktubu, biş etdi, məni də xar etdi. Doğrudur. Aşiq məşuqənin hiddətlə cavab verdiyini eşidib daha da pisləşir. Bəli, çünki Səba orada olanları danışır. 4. Məşuqə bağbana deyir, Səbanı hüzura çağırsın. Bu, hələ ora gedəndədir. Yəni, gedəndən, qaydanda olmur bu. Ora gedir, ora ilk dəfə gedəndədir. Ona görə bu səhvdir. Aşiq özünü gəda, məşuqəni şah adlandırır. Bu da hələ ora getməmişdi. Üstə gəldi, məktubdadır elə bu. Ona görə bu səhvdir. Cavab olmalıdır 1, 2, 3, yəni D variantı. 14-cü sualda Dəhnamə haqqında yanlış fikri müəyyən edin. Bir dənə bura fikir verin mütləq. Fikir vericisi burada nə yazıblar? Burada bədii məzmun yazıblar. Yəni məzmunla bağlı fikirlərə baxacağıq. Sırf forma ilə bağlı hər hansı bir fikir verirlərsə, ona baxmayacağıq. Aşiqin əhvalı hissəsində aşiqin çəkdiyi əzab onun məşuqəyə yazdığı məktubunda da əksini tapmışdır. Bəli, məktubunda bu haqda məlumat verir. Ona görə bu doğrudur. Əsər Rəməl bəhrində yazılsa da Həzəc bəhrinin avazı duyulur. Buna ümumiyyətlə baxmıram. Baxmıram çünki dediyim kimi bu məzmunla bağlı bir fikir deyil. Daha sonra Səba məşuqənin məkanını görəndə kədərlənir. Səba məşuqənin məkanını görəndə bəli kədərlənir, doğrudur. Çünki onun bu pəri olduğunu görür, başa düşür və bilir ki, mənfi cavab alacaq, elə düşünür. Ona görə kədərlənir, doğrudur. D variantında birinci məktubda yazılanları Səba məşuqəyə danışır, amma məşuqə məktubu alıb cırır. Baxın, bu yanlışdır. Niyə yanlışdır? Çünki yazılanları Səba məşuqəyə danışmır. Bağban məşuqəyə danışır. Yəni, bağban məktubu məzmununu oxuyur və məşuqəyə özü danışır. Ona görə cavabımız məhz D variantı olacaq. 15-ci sualda məşuqə obrazına aid qurulan cədvəldə neçə fikir uyğunsuzdur? Baxın, diqqətli olun, fikirlərin sayın istəyir. Xarakteri bədbindir, məğrurdur. Xarakteri məğrurdur, amma bədbin deyil. Səhvi istədiyi üçün biri götürürük. Əməli, bağbanın əlindən məktubu alıb oxuyur, səhvdir. Bağbanın əlindən alıb oxumur. Bağban məktubda olanları danışır ona. Yəni, məşuq özü oxumur. Səhvdir. Düşüncəsi şux gözəl olduğunu düşünür. Bəli, aşiqin avara insan olduğunu düşünür. Xeyr, bu da səhvdir. Avara olduğunu düşünmürdü. 1, 3, 5, yəni neçə dənə fikir olur? 3 dənə fikir C variantı. 16-cı sualda bir müəllim şagirdə tapşırır ki, Dəhnamə poemasında rəmzi obrazları seçsinlər. Hansı obrazları seçən şagird yanlış etmiş olacaq? Yanlış etmiş olacaq. Əsərdəki rəmzi obrazlar ahdır, huşdur, göz yaşıdır, bir də səbadır. Aşiq rəmzi deyil, bağban rəmzi deyil, məşuqə rəmzi deyil. 2-dir, 3-dür, 4-dür, cavab A variantıdır. Baxın, mişik obraz deyil, rəmzi obraz deyil. Rəmzi obrazlar dediyim kimi ah, huş, göz yaşı və səbadır. 2, 3, 4 A variantı. Bahariyyə əsərinə aid verilən fikirlərdən doğru olanı, xətli, yanlış olanı isə qara rəngdə olmalıdır. Hansı variantda uyğunluq pozulub? Gəlin bunu işarəliyə əvvəl. Deməli, deyir ki, doğru olanı xətli. Xətt çəkilənlərin qabağına doğru yazaq, çaşmayaq.
Buna da doğru yazaq, buna da doğru yazaq. Qaralarda yanlış fikirlər olmalıdır. İndi baxaq görə elə hansı uyğunsuzluq yaradıbdır. Deməli, A variantı əsərdə təriqət məsələlərinə toxunulubdur. Bizdən nə istəyir? Gözlənilməyib deyir, uyğunluq, yəni səhvi istəyir. Əsərdə təriqət məsələlərinə toxunulubdur. Əslində ilahi məhəbbət kimi götürülə bilər, amma bu təriqət məsələsi hesab olunmur. Təriqət Şiə təriqəti, Xətai Qızılbaş Şiə təriqətinə mənsub idi və o ideologiyanı təbliğ edirdi. Əsərdə bu məsələ qabardılmayıb. Yəni fikir yanlışdır. Qabağına da yanlış yazıb yerindədir. Daha sonra B variantı məsnəvi formasında qafiyələr və həzəc bəhrində yazılıbdır. Bəli, doğrudur. Məsnəvidir, həzəc bəhrindədir. Bu doğru fikirdir. Qabağına doğru yazılıbdır. Bu da yerindədir. Şairin nə adı, nə təxəllüsü əsərdə var. Şairin adı və təxəllüsünə yer verilmir. Bu da doğrudur. Qabağına doğru yazılıb, bu yerindədir. Əsərdə bir çox quş və gül adına rast gəlinir. Qabağına yanlış yazılıbdır. Deməli, quş və gül adlarına rast gəlinirmi? Bəli, gəlinir. Bu doğru fikirdir əslində. Niyə? Deyə bilərsiniz ki, Bahariyyədədir bu. Bax orada bülbül var, əndəlib deyir. Bax orada bağır-qara var, laçın var, durna var, bir çox quş adları var. Həmçinin gül adları da Nilüfər, daha doğrusu sonra Bənövşə və sairə adları var. Bu fikir doğrudur. Qabağına yanlış yazıb, uyğunsuzluq məhz buradadır. Baharın gəlişi ilə təbiətin canlanması poetik dillə ifadə olunub. Bəli, doğrudur, yerindədir. Cavab D variantı. Sonra 18-ci sualda uyğunluğu istəyir. Aşiq, məşuqə və səba. Bu üç obrazla bağlı da səba nə idi? Baxın, fikirlərə baxırıq. Deməli, A variantına yazıb ki, Səbaya məktubu məşuqəyə çatdırmaq üçün yardım edir. Bu bağbandır. Bağban kömək eləyir. Sevənlərə əblah adlandırır. Əsərin əvvəlində bu aşiqdir. Daha sonra Səbanı danlayır. Bu məşuqədir. Özünü öyür və gözəlliyi ilə fəxr edir. Bu da məşuqədir. Deməli, C ilə D məşuqəyə aid fikirlərdir. C, D. Deməli, 1-ə B, 2-ə C, D, 3-ə A. 1-ə B, 2-ə C, D, 3-ə A. Cavab D variantı. 19-cu sualda aşiqin yuxudan oyanandan sonra halını hansı sözlə ifadə etmək olmaz? Verilən sözlərin demək olar ki, demək olar ki, yox, birmənalı şəkildə hamısı fars ərəb mənşəli sözlərdir. Hərfi tərcüməsini bilməliyik. Variantı kəminə aciz deməkdir. Yəni aşiq olandan sonra, yuxudan oyanandan sonra aciz olduğunu düşünür. Divanə dəli aşiq deməkdir. Bu da düzdür. Biçarə çarəsiz idi, dərdli adı üstündə. Təvan dözümlü deməkdir. Aşiq artıq dözümsüz olduğunu dilə gətirirdi. Bitəvanam deyir. Cavab C variantı. 20-ci sualı deyir ki, nəsihətnamə əsəri ilə bağlı doğru fikirləri müəyyən eləyin. Baxaq, müəyyən eləyək. Evet, Sufi Qızılbaş ideyasının təbliğinə geniş yer verilmişdir. Bəli, təbii ki, doğrudur. 2. Müəllif insanlara tövsiyə edir ki, böyüklərə hörmət etsinlər. Bəli, əsərdə bu fikir təbliğ olunan fikirlərdən hesab olunur. Götürdük. 3. Qafiyə quruluşu Dəhnamə əsərindən fərqlidir, səhvdir, eynidir. Şair əsərdə bir hökmdar kimi döyüş taktikaları barədə məlumatlar verir. Bu da yanlışdır. Nəsihətnamədir adı üstündə. 1-2 cavab B variantı. 21-ci sualda Yırtdı Alıban yazan kitabı bir iş etdi itab ilə kitabı. Bu bilirsiniz hansı hissədəndir? Bu Səba gəlib birinci məktubdan sonra hadisələri, orada rastlaşdığı hadisələr, başına gələnləri aşiqə danışır. Bax, həmin hissədəndir. Deməli, 1. Səbanın birinci məktubu apardığı hissədə baş verir. Apardığı yox, geri qayıtdığı hissədə baş verir bu. Səhvdir. Daha sonra 2. Aşiqə deyilən sözlərin müəllifi Səbadır. Bax, bu sözləri Səba gəlib aşiqə danışır orada gördükləri. Doğrudur. Məşuqəni yoxlamaq üçün yanına gedən bağbana Səbaya dediyi sözlərdir. Səhvdir. Bu sözlərdən sonra aşiq öz bəxtindən şikayətlənir. Bəli, çünki mənfi cavab almışdı. 2-4 cavab C variantı. 22-ci sualda Xətainin Dəhnamə əsərində aid edilmiş fikirlərdən biri səhvdir. Səhv olanı axtarırıq. Məhəbbət mövzusunda yazılan poemanın ideyası məhəbbət uğrunda fədakarlıqdır, düzdür. Ana dilində yazılan poema 1506-cı ildə tamamlanmışdır, düzdür. Leyli Məcnun poemalarının yazıldığı Bəhrdə yazılmışdır, Həzəc bəhrindədir, düzdür. Poemada insan surətləri ilə yanaşı rəmzi surətlər də iştirak edir. Bəli, 4 dənə rəmzi surət var, doğrudur. Əsər faciəvi sonluqla bitir, səhvdir, faciəvi sonluq hesab olunmur, nikbin sonluq hesab olunur sonu. E variantı. 23-cü sualda deyir ki,
Dəhnamə əsərinin Dəhnamə məsnəvisinin hansı hissəsindəndir? Verilən hissə bunu artıq bayaq dedik. Yırtdı əlindən alıb kitabın, saydı üzünə yüyüb babın, eybini varın, şumar qıldı, gül yüzlü Səbanı xar qıldı. Səba gedir məktubu verir, məktubu bağban oxuyur. Bağban da gedir Səba ilə bir yerdə aşiqin, məşuqənin hüzuruna və həmin anda məşuqanın etdiyi əməllər təsvir olunub burada. Bu da E variantındadır. Məşuqənin sözü eşidib bağbanı və Səbanı danlaması. 24-cü sualda Xətainin Dəhnamə poemasında iştirak edən aşiq obrazı ilə bağlı doğru fikri istəyir. Deməli, bir, əsərin əvvəlindən etibarən sevgi haqqında aydın təsəvvürü var. Xeyr, əsərin əvvəlində sevənləri Əblah adlandırırdı. Bağda rastlaşdığı qıza aşıq olur. Xeyr, yuxuda gördüyü qıza aşıq olur. Eşqin əzab əziyyətindən şikayətlənir. Gecə-gündüz ah nalə edir. Bəli, edir. Doğrudur. Şair onun zahir gözəlliyin təsvirinə daha çox diqqət yetirmişdir. Aşiqin yox, məşuqənin. Səhvdir. Mənəvi aləminin hiss və düşüncələrinin təsvirinə geniş yer vermişdir. Bəli, aşiqin mənəvi aləminə geniş yer verilmişdir. Cavab 3-5 B variantı. 25-ci sual deyir ki, Eyler-Venn diaqramına əsasən düzgün fikirləri müəyyən edin. Kimsə desə mənə ki, aşiq oldum, rüsvay dili xəlayiq oldum, əbləh deyibən gülərdim ana. Hər tənə ki var, qılardım ona. Bu aşiqin düşüncəsidir əsərin əvvəlində. Kimsə gümanı zənn ilə olmadı, haqq ilə bilir, haqqı bilən bilir ki, mən zənni gümana sığmazam. Bu da Nəsiminin Sığmazam qəzəli haqqında verilir. Ondan verilən nümunədir. Bu iki dənə nümunəni müqayisə eləyək. Deməli, məsnəvi formasında yazılmışdır. Bəli, doğrudur. Dəhnamə məsnəvi formasında yazılıb. Lirik növdədir, xeyr, epik növdədir, bu səhvdir. Ortaq fikir kimi yazıb əruz vəzindədir. Bəli, hər ikisi əruzdadır. Təhkiyədən istifadə olunubdur, xeyr. Sığmazamda təhkiyə yoxdur. Qəzəl ilk beytdir, xeyr. Bu ilk beyt deyil, orta beytlərdən biridir. Məhəbbət mövzusundadır, xeyr. Məhəbbət mövzusunda deyil, sığmazam. Səhvdir. Cavab olmalıdır 1-3 A variantı. 26-cı sualda nümunə Dəhnamə məsnəvisinin hansı hissəsindəndir? Nümunəyə baxaq birinci. Deyir ki, sürdü qatı atın, ol vəfadar, ol bağa ilişdi, qandadır yar. Gördü ki, bir adlı şah imiş ol, nə yerdə fələkdə mah imiş ol. Təbii ki, Səbanın, aşiqin, məşuqənin yanına birinci məktubu gətirdiyi məqamdır. A variantı Səbanın məşuqə birinci məktubu aparması hissəsindəndir. 27-ci sual deyir ki, verilən nümunə haqqındakı fikirlərdən biri doğrudur. Deməli, bəzəndə hər bir ağac bir gül ilə, ağaclar cümlə gül pirəhən oldu, açıldı yasilər bitdi, çiçəklər gül ilə şol bənövşə süsən oldu. Bu, deməli, baxaq, nəsihətnamədəndir, xeyr, nəsihətnamədən deyil. Dəhnamə poemasının bahariyəsidir, xeyr. Ən azından bunun qafiyə quruluşuna baxaraq görə bilərsiniz ki, bunun məsnəvi olma şansı yoxdur. Rədifi yoxdur, səhvdir, oldu sözü rədifdir. Təbiət mövzusunda qəzəl janrındadır. Bəli, müəllifin oldu rədifli qəzəlindən nümunədir. Cavab D variantı. 28-ci sualda sufi qızılbaş ideyalarının təbliğinə geniş yer verilən əsər hansıdır? Təbii ki, Nəsihətnamə. Xətainin Nəsihətnamə əsəri qızılbaş ideyalarının təbliğinə geniş yer verdiyi əsərdir. Daha sonra 29-cu sualda deyir ki, Xətainin sufilik görüşlərinin təbliğinə aid aşağıdakı nümunənin janrını müəyyən eləyin. 1, 2, 3, 4, 5, 6, 7, 8. Heca sayını saymaqla bunun gəraylı olduğunu tapa bilərsiniz. Çünki 8 heca gəraylı da olur. Daha sonra 30-cu sual. Verilən beytə əsasən doğru fikri seçin. Sərv etdi çəməndə sərəfrazi, gül cilvələnir, başında naz edir ki, sərv səməndə başı ucadır, gül də onun ətrafında cilvələnir. Deməli, ikinci misrada inversiya təşbih işlənmişdir. Gül cilvələnir, xeyr, inversiya lap olsa belə təşbih yoxdur burada, bu səhvdir. Qəzəlin məktəb beyti kimi qafiyələnmişdir. Məktəb beytin qafiyəsi belə olmur. Burada A-adır, bu məsnəvi qafiyəsidir, səhvdir. Epik növə aid olan bu nümunədə həyatı əks etdirmə üsulu təkkədir. Baxın, təkkədə müəyyən bir hadisə olur. Təkkədə müəyyən bir hadisə olur, amma burada hadisə yoxdur. Ona görə bu səhvdir. İnsana xas olan əlaməti köçürülmüşdür. Yəni metafor vardır. Bəli, var. Gül cilvələnir. Yəni nazlanır. Nazlanmaq insana aid xüsusiyyətdir. Cavab D variantı.
31-ci sual dəhnamə poemasının məzmunu əsasən doğru fikirləri seçin. Seçək. Deməli, 1. Bağban aşiqin məktubunda yazdıqlarını məşuqəyə söyləyir. Bəli, söyləyir, doğrudur. Səba bağbanı eşq əhlinə aşina adlandırır. Səba bağbanı adlandırmır, bağban səbanı adlandırır. Sən deyir, səba mısan, eşq əhlinə aşina mısan? Səhvdir. Məşuqənin özündən razılığı əsərdə tənqid hədəfi kimi göstərilmişdir. Düzdür, özündən razılığını görürük, amma tənqid olunduğunu görmürük bunun. Səhvdir. Aşiq eşqə düşəndən sonra ilk vaxtlar günlərinin qaranlıq olmasından şikayətlənir. Bəli, bir gecəmdir, hər günüm gecədir sanki, gündüz açılmır. Doğrudur. Səba ilk məktubu gətirəndən sonra məşuqə özünü öyür, bağbanı qınayır. Deyir, sən bilmirəm, mən nə şahəm, nə qaşları ox, həm kirpi yayəm. Bu formada tərif eləyir özünü. 1, 4, 5 cavab olmalıdır B variantı. Daha sonra 32-ci sual. Deyir, bülbül oxudu süfat-ı hicran, dəryada dür oldu əbri neysan. Yəni bülbül ayrılıq nəğməsi oxudu, dəryaya aprel yağışı güclü şəkildə yağdı. Bu beytin mənası budur və təhlilinə aid fikir, yəni doğru fikir axtarırıq. Axtaraq. A variantı müstəqil əsərdən parçadır. Xeyr, Dəhnamənin tərkibində olan Bahariyədən bir parçadır. Təsvir vasitəsi işlənsə də ifadə vasitəsi işlənməyibdir. Bircə dəqiqə. İnversiya var burada, hər işlənməyib, səhvdir. İkilik şəklində məsnəvi formasında yazılıb. Bəli, ikilik şeir şəklindədir. Məsnəvi formasında yazılıb. Cavabımız C variantı. 33-cü sualdır. Bu vəclə halım etdim elam şəhərlərdən olur. Gədaya, ənam, misralarına əsasən doğru fikri müəyyən edin. Seçin. Seçək. Birinci bunun hardan olduğunu fikirləşək. Bax, bu bir sardandır. Deyir, bu vəclə halım etdim elam şəhərlərdən olur gədəyanam. Bax, bunu aşiqin yazdığı məktubda öz əksini tapmışdı və bunu da dilə gətirən bağbandır, danışır məşuqəyə. Yəni, danışan aşiqin məktubundadır, amma bunu dilə gətirən bağbandır. Baxaq fikirlərə, doğru fikirləri istəyir bizdən. Aşiqin dilindən söylənilmir, bəli, bağbanın dilindən söylənilir. Səbanın gətirdiyi ilk məktubdan fikirlərdir, bəli. Səbanın gətirdiyi ilk məktubda yazılmışdı bunlar. Səba bunları deyəndən sonra məşuqə əsəbləşir. Səba bunları demir. Səba aparsa da bağban deyir bunları məşuqəyə. Məşuqə obrazı şah kimi qiymətləndirilir. Bəlkə şəhlardan olur, gəday ənam doğrudur. Aşiq halına Allaha ərz edib yardım diləyir. Xeyir, səhvdir. 1, 2, 4, yəni A variantı. 34-cü sualda Dəhnamə əsərinin deyir ki, məzmununa əsasən, bax diqqət yetirin, məzmununa əsasən doğru fikirləri seçək. Seçək. Deməli, birinci fikirdir, əsər epik növdə yazılıb təhki aparıdıdır. Lap olsa belə bunu silirəm. Çünki bu forma ilə bağlı bir fikirdir. Əsərdə aşiq obrazına aid olan ziddiyyətli məqama rast gəlmək mümkündür. Bəli, doğru götürəcəm bunu. Çünki aşiq əvvəl sevənləri əvvəl adlandırsa da sonradan öz bu mövqeyinə zidd olaraq özü aşiq olur və bu fikrinə yanlış olduğunu dərk eləyir. Səhvdir. Doğrudur. Həqiqətən də ziddiyyət var. Məşuqə Səbanın onun qarşısına gələrkən etdiyi izzətli davranışlarının yersiz olduğunu düşünür. Bəli, düşünür. Doğrudur. Elədir ki, var. Daha sonra Səba məşuqəni ilk görən zaman onun sanki bir ay olduğunu düşünür. Bəli, bunu da düşünür. Elədir ki, var. Hətta həmçinin bu ümumiyyətlə məşuq həmin o qız obrazı, pəri obrazı hər kəs tərəfindən bir inanılmaz gözəl kimi qiymətləndirilir, hətta özü tərəfindən də. Əsərin süjet xəttinə Bahariyə adlı hissə daxil deyil, əsərin süjet xəttinə lap bu doğrudur. Amma bu əsərin məzmunu ilə bağlı, forması ilə bağlı bir fikirdir. Ona görə bunu da götürmürəm. Cavab olur 2, 3, 4, yəni C variantı. 35-ci sual. Şigirddə əlindən alıb kitabın saydı yüzünə Üyubi babın beytə aid olan fikir hansıdır? Deməli, Səbanın dilindən səsləndirilir. İrtdə əlindən, xeyr, Səbanın dilindən səsləndirilmir. Bu müəllifin dilindən səsləndirilir. Məşuqənin Səbanın apardığı birinci məktub reaksiyasıdır. Aşiq bunları eşidib şikayətlənir, səhvdir. Məşuqənin bağbana açıqlanması əks olunubdur. Bəli, bağbanla Səba bir yerdə gedir məktubu verməyə. Yəni bağban məktubu oxuyur, Səba da hirslənir, həmin daha doğrusu məşuqə də hirslənir həmin məqamda. Cavab C variantı. 36-cı sualda sümbül daramış saçın beşanə, əmbər qoxusun qılır fəşanə. Bir sümbül saçını darayıbdır daraqla və gözəl qoxusunu ətrafa yayır. Bizdən nə istəyir? Doğru fikirləri istəyir. Baxaq. A variantı
Bülbülün qoxusunu bülbüldən söhbət getmir, sümbüldən söhbət gedir. Bədii təsvir vasitəsi işlənsə də ifadə vasitəsi yoxdur, inversiya var. Hər iki misra eyni obyektlə bağlıdır. Bircə dəqiqə. Sümbül daramış saçın beşanə, əmbər qoxusun qılır fəşanə. Düşünmək olar, yəni sümbüllə bağlı bir fikirdir. Bunu doğru kimi düşünmək olar ki, bunu götürsək, o bir fikirlərə baxaq. Zambağın açılzambaqdan söhbət getmir, bülbülün bülbüldən söhbət getmir. Təbii ki, rahatlıqla cavab C variantını götürə bilərsiniz. Daha sonra 37-ci sualda dəhnamə əsərinin məzmununa əsasən doğru fikri müəyyən edin. Edək. Bahariyə əsərin süjet xəttinə daxil deyil, məzmun deyil. Bax, məzmun. Bu forma ilə bağlı bir fikirdir. Ona görə bunu silirsiniz. Səba ilə qarşılaşanda məşuqə aşiqin məktub yazmasını təşviq etdiyini söyləyir. Ümumiyyətlə, Səba ilə qarşılaşanda məşuqə aşiqin məktub yazmasını təşviq etdiyini söyləyir. Xeyr, tam əsər fikirdir. Heç bir əlaqəsi yoxdur. Əsərdə məşuqənin daxili aləminin təsviri daha qabarıqdır. Xeyr, aşiqin daxili aləmi məşuqənin xarici gözəlliyi təsvir olunub daha çox. Aşiqin əhvalından xəbərdar olan bağban onun məktublarını aparmaq qərarına gəlir. Onun məktublarını deyəndə əgər aşiqin əhvalından yox, məşuqənin əhvalından xəbər tutmağa çalışır. Ona görə bu tamamilə səhvdir. Buyuruq qırağa. E variantı aşiqin ilk məktubunda yazılan sözlər bağbanın dilindən eşidilir, bağban səsləndirir. Bunları bəli doğrudur. 38-ci sualda dəhnamə əsərinin məzmununa əsasən doğru fikri müəyyən edin. Bir çarəsiz qasid gördüm fikri Səbaya aiddir. Bundan sonra aşiqə kömək edir. Yox, bu fikir bağbana aiddir. Bağban gedir, məşuqəyə deyir. Səhvdir. Daha sonra bağban məşuqəni ölmüşlər üçün Məsih dəmsaz kimi adlandırır. Bağban məşuqəni yox, Səba özünü adlandırır. Səhvdir. Səba özünün aşiqlərə yar və mehriban olduğunu ifadə edir. İlk məktubu o aparır, düzdür. Amma ki, özünün aşiqlərə yar və mehriban olduğunu ifadə etmir. Onun aşiqlərə yar və mehriban olduğunu ifadə edən bağbandır. Ona görə C variantı səhvdir. D variantı aşiqin birinci məktubunda Səbanın qasid olması fikri ilə məktubda əks olunur. Bəli, bu fikir doğrudur, öz əksini tapır. Daha sonra E variantına da baxaq yenə də. Şahlardan gədaya ənam olar fikrinə aid olduğu obraz məşuqəni yumşaldaraq Səbanın gəlməsini təmin edir. Bu fikir aşiqin özünə məxsusdur. Bu fikri səsləndirən bağban olsa da fikir aşiqin özünə aiddir. Bundan da əlavə məşuqəni yumşaldan da o deyil. Yəni məşuqənin keyfinin şad olduğunu görüb Səbanı çağırır. Ona görə səhv fikirdir. Bunu götürməliyik. Cavab D variantı. 39-cu sualda dəhnamə əsərindən verilmiş parçalarla bağlı yanlış fikri müəyyən eləyin. Geniş sualdır. Baxaq fikirlərə. Yanlışı diqqət yetirirsə bizdən yanlışı istəyir. Deməli, bu yolda ilahi yoxmu payan, bu dərdə ilahi yoxmu dərman, biçarə və zarı nartavanam, mən taqəti qəm, nəmitəvanam, aşiqin yuxuda məşuqi görüb, ona vurulmasından sonraki haldır. Bəli, aşiq yuxuda aşiq olandan sonra bu vəziyyətə düşür. Bu doğrudur. A variantı getdi. Daha sonra B variantı qulluğa erişdi, durdu birdəm, könlünü aradı, gördü xürrəm. Hənnan çəmən içrə tazə gül tək, boynu sürahi dodağı mültək. Bağbanı Səbanı bağda gözlədi, məşuqənin yanına gedib, deyir ki, o gedim görməli kefi necədir? Gedib orada kefin gördür ki, yaxşıdır, həmin məqamdır. Bəli, doğrudur. D variantı sordu. Nə gərək? Hərzə, mərzə. Kim dedi sana ki, gəl bu mərzə? Məşuqənin Səbanı danlamasıdır. Bu da doğrudur. Bu da öz yerində. Ona da toxunmuruq. Daha sonra D variantı ökdü özünü qılıb mükərrər. Dil bunu eşitdi, narə düşdü. Fəryadi fəğani zarə düşdü. Aşiqin məşuqəyə vurulandan sonraki halının təsviridir. Xeyr, rədd cavabından sonraki təsviridir. Səhv cavab məhz D variantıdır. 40-cı sual dəhnamə əsərinə bağlı səhv fikri müəyyən eləyək. Deməli, A variantı baş qəhrəmanlardan birinin mişik obraz olduğu bu əsərdə təbliğ olunan eşqi bir mənalı qəbul etmək düzgün deyil, bəli doğrudur. Bu əsərdəki eşq ilahi və dünyəvi, yəni iki başlı düşünülə bilər və baş qəhrəmanlardan biri mifik idi. Yəni pəri, məşuqə, mifik obraz idi. Doğrudur. B variantı. Səbanın gətirdiyi məktubu yırtan məşuqənin daima öyündüyü məziyyətlərindən biri də sadəlikdir. Təbii ki, səhvdir. Yəni biz məşuqənin sadəlik nümunəsi olan hər hansı bir addımını görmürük. Səhv fikir məhz B variantı olacaq. 41-ci sual. Şah İsmayıl Xətainin dəhnamə poeması əsasında uyğunsuzluq yaratmış bəndi müəyyən edin.
Deməli, ardıcıllıq doğru, yanlış, doğru, yanlış, doğru. Bu ardıcıllıqdan hələ işarə eləyə əvvəl. Doğru, yanlış, doğru, yanlış və doğru. Biz nə axtarırıq? Uyğunsuzluq axtarırıq. Deməli, əsər obraz təhkəsi üslubu ilə yazılmışdır. Bəli, onlar doğrudur. Niyə də yanlış olsun? Yəni çünki orada bir çox obrazlar haqqında danışılır və obrazların dilindən hadisələr danışdırılır. Gəlir Səba danışır hadisəni. Yəni doğrudur, obraz təhkəsi var orada. Aşiq sərv ağacının altında yuxuya keçəndən sonra sevənləri əbləh adlandırır. Xeyr, ona qədər adlandırırdı. Bu yanlışdır. Qabağında da yanlış yazıb yerindədir. Aşiqin ilk məktubunun mətni bağbanın dilindən verilir. Bəli, aşiqin ilk məktubunu səsləndirən, məşuqəyə oxuyan məhz bağban. Doğrudur, qabağına doğru yazılıb, yerindədir. Aşiq məşuqənin yanından qayıdandan necə? Aşiq məşuqənin yanından qayıdan Səbadan ilk onun öz halını soruşur. Bəli, doğrudur. Yəni aşiq Səbanın özündən soruşur ki, sənin halın necədir? Yaxşısanmı? Doğrudur bu, amma qabağına yanlış yazılıbdır. Ona görə cavabımız məhz D variantı olacaq. Uyğunsuzluq istəyirdi çünki. 42-ci sualda nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Edək. Deməli, qayıtdı Səbazi dərgah-ı şah, qəmnakü məlul düşdü bərrah. Dedi kim, necə varım ol fəqirə, biçarə və xəstədil həqirə. Bu, deməli, Səbanın rədd cavabı alıb, geri qayıtmaq məqamıdır ki, deyir, mən necə gedim cavab verim, axı bu rədd cavabın ona aşiqə çatdırıb. Deməli, baxaq fikirlərə. Birinci fikir deyir, birinci misrada məcazın əşya və ya hadisənin özündən daha qüvvətli başqa əşya və ya hadisəyə bənzədilməsi yolu ilə yaranan növündən istifadə edilmişdir. Sadə dildə desək, təşbehdən istifadə edilmişdir, deyir birinci misrada. Qayıtdı Səba, xeyr, səhvdir. Burada bənzətmə yoxdur. Bir səhvdir. İkinci sual fikir. Deyir ki, eşqin əzab-əziyyətindən nalə edən aşiqin məktubunu onun nigarına çatdıran mifik obrazın tərəddüdü təsvir olunmuşdur, səhvdir. Bilirəm, bu mifik sözünə görə səhvdir. Çünki mifik yox, rəmzi obraz. Əsərdəki mifik obraz pəri və onun ətrafında olan həmin o deyir ki, pərilərdir. Pərilər bağında yaşayırdı axı. Bax, onlar mifik idi. Amma Səba mifik deyil. Səhvdir. Ayrılıq dərdindən xəstə düşən aşiq məşuqəyə xəbər göndərməyin yollarını axtarır. Yenə də səhvdir. Bunun artıq hansı məqamdan olduğunu dedim. Məşuqənin xəbərini gətirən rəmzi obraz, yəni Səba obrazı, bu xəbəri çarəsiz aşiqə necə çatdırmaq barədə düşünür. Bəli, doğrudur. 4-ü götürdük. Fikrin emosional təsir gücünü artırmaq üçün ritorik sualdan istifadə olunmuşdur. Yəni bədii sual. Biçarə və xəstədil öz-özünə verir. Mən necə deyim? Deyə bilmərəm mənasında deyir də. Bəli, doğrudur. Bu da doğrudur. 4, 5, yəni E variantı. 43-cü sualda Xətainin Dəhnamə poeması ilə bağlı doğru fikri müəyyənləşdirin. Müəyyənləşdirək. İdeası məhəbbət, mövzusu isə səbir və iradə sayəsində məqsədə çatmaqdır. Əksi nədir? Mövzusu məhəbbət, ideyası isə iradə və səbir sayəsində məqsədə çatmaqdır. Səhvdir. Məktubların bəzisi aşiq, bəzisi isə məşuqə tərəfindən yazılmışdır. Məktublar aşiq tərəfindən yazılmışdır. Ona görə bunu silək. Mifik düşüncə məhəbbət haqqında sufi görüşlərlə vəhdətdə verilmişdir. Bu düşünülə bilər. Çünki əsər sufi məzmuna malik bir əsər hesab olunur və mifik düşüncədə öz əksini tapır. Pəri obrazı. Bunlar vəhdətdə, sintezdə verilibdir əsərdə. Doğru fikir məhz C variantıdır. 44-cü sual. Bir Xətainin Dəhnamə poeması haqqında verilmiş cədvəldə verilən fikirlərin hansı digər xanaya doğru yeri dəyişməlidir? Yəni, doğru verilibdir, amma doğru yox, əslində yanlışdır. Bax, bunu istəyir bizdən. Deməli, A variantı. Poemada lirik növün həm ikilik, həm də dördlük şəklində olan janrlarına yer verilmişdir. Bəli, doğrudur, yerindədir. İlk dəfə olaraq dördlük formasından istifadə olunmuşdur. Bu poemada, bəli, doğrudur. Sonra B variantın yanlış olaraq veriblər. Deyir, poemanın kompozisiyası əsərin yazılma tarixi, bitməsi və yazılma səbəbləri ilə başlanır. Axı, bitməsi ilə necə ola bilər? Bitməsi yazılır, başlamasını. Əsərin ilk poemanın kompozisiyası əsərin yazılma tarixi, bitməsi və yazılma səbəbləri ilə başlanır. Bitməsi ilə necə başlansın? Səhvdir. Səhvin altındadır.
C variantı məsnəvi formasında yazılmış Bahari əsərin kompozisiyasına aiddir. Bəli, kompozisiyaya aiddir, amma süjetə daxil deyil. Bu doğrudur, yerindədir. D variantında deyir ki, səba vasitəsilə məşuqənin aşiqi vüsala dəvət etməsi süjetin razviyaska nöqtəsini təşkil edir. Yəni əsərdəki düyün nöqtəsini təşkil edir. Bax bu doğrudur. Bu doğru fikirdir, amma yanlışın altında verilibdir. Ona görə bu bizim cavabımızdır. Bax, Səba gedir aşiqə məktubun verir məşuqəyə, məşuqədən rədd cavabı alır, düzdürmü? Düzdür. Yəni əsər nə üzərində qurulubdur? Əsər qurulubdur bir aşiqin məşuqəyə 10 məktub göndərməsi üzərində. Dəh 10 deməkdir, 10 namə, 10 məktub deməkdir. 10 məktub göndərməsi üzərində qurulubdur və bunun başlanğıcı harda olur? Bunun başlanğıcı məşuqənin birinci rədd cavabından, yəni Səbanın apardığı birinci məktubdan sonra olur. Yəni düyün orada vurulur. Ona görə də bu fikir D variantında fikir doğru fikirdir. Ona görə məhz bura keçməlidir. Cavab D variantı. 45-ci sualda dəhnamə poeması haqqındadır ki, klasteri tamamlaya bilməyən fikirləri müəyyənləşdirin. Deməli, birinci fikirdə deyir ki, pərinin ətrafında gəzənlər və qulluğunda duranlar hurilər, pərilər, cinlər və insanlardır. Bu sualı səhv, bu fikri səhv götürə bilərlər. Niyə? Çünki insanlardır deyir, amma pərinin qulluğunda duran bir bağban var idi insanlardan, düzdür? Bağban var idi, digər insanlar yox idi. Ona görə bu fikir yanlış götürülmə şansı var. Ona görə mən bunu ehtiyatda saxlayıram. Yəni doğru kimi ki götürülə bilər, yanlış kimi də. Saxlayaq bunu. Gözəllik və məğrurluğu ilə öyünən məşuqə onu sevən kəs tərəfindən bilavasitə məktublar, ünvanları bilavasitə yox. Bu bilavasitə yəni vasitə olmadan deməkdir, amma yəni vasitədən istifadə eləyir. Ona görə bu səhvdir. Bizdən tamamlana bilməyən dediyi üçün bunu götürürük. Üçdə deyir ki, bağban aşiqə məşuqəyə olan sevgisini çatdırmağın yolu kimi Səbanı məsləhət bilir. Bəli, doğrudur. Aşiq ilə sevinə-sevinə gedir Səbanı axtarmağa. Doğru. Taleyindən şikayətlənən aşiq sevdadan uzaq olduğu güllərin həsrətini çəkir. Yanlışdır. Bizə tamamlaya bilməyən dediyi üçün bunu götürürük. 5. Aşiqə həm real insan, həm də rəmzi obrazlar tərəfindən yardım edilir. Bəli, bu doğrudur. Ona görə deməli, bunu götürmürəm də. Doğrudur bu, çünki tamamlaya bilməyən deyir. Aşiq real insan bağban tərəfindən, həm də rəmzi obrazlar Səbah, Apuş, Gözyaş tərəfindən kömək olunur, doğrudur. Deməli 2, 4-ü götürürəksə və 5 də doğrudursa, yəni uyğundursa, 1, 2, 4 dediyimiz kimi burada insanlar şəkilçisi çoxluq təşkil etdiyi üçün uyğun hesab olunmayıbdır. 1, 2, 4 A variantı uyğun cavab kimi götürürlər. Daha sonra 46-cı sualda nə istəyir? Xətainin Dəhnamə poemasının Bahariyə hissəsinə aid olan fikirlər arasında uyğunsuzluq müəyyən edin. Doğru fikrin qarşısında qara, yanlış fikrin qarşısında isə qara axana verilmişdir. Avtomatik bunları biz bunun yanına yazaq. Deməli, doğru fikir qara. Bu doğru. Bu yanlış. Bu doğru. Bu yanlış. Bu doğru fikirdir. Aha, indi bizdən nə istəyir? Bizdən uyğunsuzluğu, Bahariyə hissəsi ilə bağlı sırf uyğunsuzluğu istəyir. Deməli, A. Peyzajdır, doğrudur. Əsərin kompozisiyasına daxildir, bəli, doğrudur, yerindədir. Bütün dəhnəmələrdə adəti şəkildə verilmiş hissədir, yox, səhvdir. Məsələn, Marağa Ləhvədinin dəhnəməsi də var, amma orada Bahariyə hissəsi yoxdur. Bu yanlışdır, qabağına yanlış yazılıb, yerindədir. Müxtəlif ağac, quş, gül və meyvə adları çəkilmişdir. Doğrudur, bu da doğrudur. Bunu qoyaq qırağa. Qabağına doğru yazılıb. Çünki ən çox metonimiya və təşbehdən istifadə olunmuşdur. Ən çox metonimiya və təşbehdən istifadə olunmuşdur. Bunu yanlış hesab edirəm. Niyə yanlış hesab edirəm? Çünki əsərdə ən çox metafordan istifadə olunubdur. Çünki insana aid xüsusiyyətlər müxtəlif təbiət varlıqlarının üzərində köçürülübdür. Ona görə bu yanlışdır. Qabağına da yanlış yazılıb. Getdi. Məsnəvi janrındadır. Məsnəvi janrındadır. Qafiyələməsi A, A, B, B, C, C şəklindədir. Bu da səhvdir. Bu da səhvdir. Qabağına doğru yazıbdır. Ona görə cavab E variantı. Çünki məsnəvi janrı yoxdur. Məsnəvi formasında yazılıbdır. Əsər isə poemaya aiddir. Yəni, Dəhnamə poemasının tərkibinə aiddir bu. Düzdürmü?
Düzdür. Deməli, E variantı səhvdir. Qabağına doğru yazdığı üçün uyğunsuzluq məhz E variantında olacaq. 47-ci sual. Deməli, deyir ki, şərhi düzgün verilməyən beyti müəyyən edin. Yer geydi qəba-i Xizr puşan, cümləyə gəldi ləbxamışan. Yazın gəlişi ilə yerin öz yaşıl paltarda geyinməsi və susmuş təbiətin dilə gəlməsinə söhbət açılır. Düzdür. Qönçə dəhanı çəməndə xəndan, gülməkdən ənar açıldı nəndən. Çəməndə qönçənin ağzı açılmış, nar isə gülməkdən dişlərini göstərmiş şəklini təsvir olunur. Ola bilər. Sərv etdi çəməndə sərfəraz, gül cilvələnir başında naz. Sərv başını uca tutaraq çəməndə səfər edir. Gül isə naz edərək həmin sərvə cilvələnir. Səfər edir deməkdir. Sərfərə, bax burada sərv etdi çəməndə sərfərazı. Bu başı uca olmaq deməkdir. Yəni səfər etməkdən söhbət getmir. Yanlış istədiyi üçün cavab C variantıdır. 48-ci sual cümləni tamamlaya bilən fikri müəyyən edin. Xətainin Dəhnamə əsəri sufi mistik ideyanın çatdırıldığı ilk ədəbi nümunədir. Səhvdir. Yəni, burada ilk sözü olmasa, hə, doğru olar, amma ki, ilk yazıldığı üçün səhvdir. Müəllifin ictimai fəlsəfi düşüncələrini əks etdirir. İctimai fəlsəfi düşüncələr Nəsihətnamə poemasında, məsnəvisində öz əksini tapıbdır. Nəsihətnamədə öz əksini tapıbdır. Ona görə bu səhvdir. C variantı dünyəvi və ilahi məhəbbətin vəhdətdə verildiyi lirik poemadır. Lirik yox, epik poemadır. Bu da səhvdir. Daha sonra D variantı ana dilli ədəbiyyatımızın ilk epik nəzm nümunəsidir. Ana dilli ədəbiyyatımızda ilk epik nəzm nümunəsi Dastan-ı Əhməd Hərami poemasıdır. Bu da səhvdir. Daha sonra E variantında deyir ki, tərkibində əlavə mövzuya yer verilmiş epik lirik poemadır. Bəli, tərkibində təbiət mövzusu da var. Elədir ki, var. 49-cu sualda deyir ki, Xətainin Dəhnamə əsəri ilə bağlı doğru fikri müəyyənləşdirin. Müəyyənləşdirək. Deməli, A variantı deyir ki, əsərin əski türk dilində sufizmə xas termin çoxluğu ilə yazılması onun anlaşılmasında çətinlik yaradır. Bu səhvdir. Bu hər zaman səhv fikirdir. İstənilən əsərlə bağlı verilən bu fikir səhv fikirdir. Əsərin dili anlaşılmasında çətinlik törədir. Fikri səhv fikir kimi götürülür 99%. Vüsala çatandan sonra ayrılma səhnəsi aşiqin həqqə doğru yolunun tamamlandığını göstərir. Səhvdir. Həqqə doğru yolunun getdiyini göstərirdi. Yəni, həqqə doğru gedirdi. O adamı atırdı. Yəni, tamamlanmamışdı. Səhvdir. Daha sonra C variantı əsatiri məhəbbətin əlamətlərinin duyulduğu əsərdə bahar insanı eşqə salan fəsil kimi təqdim olunur. Doğrudur. Baharı hissəsi əsərin əvvəlində eşq odu yenə bu cana düşdü deyir. Düzdür. Həmçində əsatiri, yəni mifik məhəbbət ünsürü varmı? Bəli, pəriyə aşiq olmaqda mifik məhəbbət ünsürü olduğu üçün cavabımız C variantı doğru fikir olacaq. 50-ci sual. Deməli, 50-ci sualda deyir ki, müqayisə cədvəlində nöqtələri yerinə yaza biləcək fikirləri müəyyən edin. Yəni, nə edirik? Burada A nümunəsinə aid bir dənə fikir, B nümunəsinə aid bir dənə fikir və ikisinə də aid bir dənə ortaq fikir yazırıq. Yazaq. Nəfəsi səhrayı gülzara verir nərgiz, iki çəməndə göz açıb sərxuşə bir xabı sükut. Sirabi gülün yüzündə abı, nərgiz oturur gözündə xabı. Deməli, Nərgiz gözəlliyin oyacı təsviri simvolizə edir. Doğru, bu fikirlər qalsın, ehtiyac yoxdur. Biz verilən fikirlərə baxaq. A variantına yazıb ki, təbiət elementlərinin metaforik yolla təsviri poetik təsiri gücləndirmişdir. Bu ortaqdır. Çünki hər ikisində təbiət ünsürləri köçürmə üsulu ilə təsvir olunubdur. Nəfəsi səhrayı gülzara verir nərgiz, ki çəməndə göz açıb sərxuşə bir xabı sükutdur, yeşil sükut göz açıbdır, bu metaforikdir. Həmçinin də nərgiz oturur, bu da metaforikdir, mənim köçürmə üsuluna canlandırılıbdır və üstəgəldidir ki, təbiət elementlərinin poetik təsviri gücləndirilmişdir, bu doğrudur və hər ikisinə aiddir. A variantını ortağa yazıram. B variantı deyir ki, nərgiz aşığın daxili istirablarını, yox, bu ümumiyyətlə aşıqdan söhbət belə getmir burada. Ona görə bunu silək. C variantı, təbiət poetikasında ruhun dirçəlişinə təkan verən qüvvədən söhbət gedir. Bax, ruhun dirçəlişinədir ki, nəfsi çəmən, güzarı
verir Nərgiz. Ki çəməndə göz açıb sərxoşa xabı sükut. Doğrudur. Təbiət poetikasında ruhun dirçəlişinə təkan verən qüvvədən söhbət açılmışdır. Doğrudur. Yəni C variantı gedəcək birinci nümunəyə. D variantı Nərgiz təbiəti dəyişən deyil, onun içində mövcud olan bir gözəllik kimi təsvir verilmişdir. Bax ikincisində bax deyir ki, Sırabə gülün yüzündə abi Nərgiz oturur, gözündə xabi. Yəni burada sadəcə Nərgiz təbiətin daxili bir varlıq olaraq qiymətləndirilmişdir. D variantını ona görə bura aid eləyirəm. Nəhayət E variantı romantik sevgilinin göz yaşı kimi verilən, təbii ki, bu heç birinə aid deyil. Ona görə bunu da silirəm. 1-ə C, 2-ə D, 3-ə A variantı. Cavabımız elə məhz A variantı olacaq. Bu qədər. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun.